birinci videomuzdur. Kanalımıza abone olup like atmayı unutmayın. Sizdən 50 like gözləyirəm. Gəlin başlayaq. Birinci biz ev tikəcəyik. Ondan sonra da mağarada özümüzə elmas dəmir tapacağıq. Dostlar başladıq. İndi gedək biraz odun qıraq, ev tikək. Axşama barınağımız olsun. Biraz odun tapaq. Bomboş yerdə heç nə yoxdur. Biraz odun kasıb gəlik dostlar. Dostlar görürsünüz 5 stekli odun qırdıq. İndi burada belə qəşəng ev tikək. Burada günəş mənzərəsini qarşı. Dostlar evimizi tikib gəlirəm. Biraz gözdən gəldik. Dostlar indi belə evimizi tikdik. Əşyalarımızdan da var. Yəni evin içi belə olub da. İndi mən sizə dedim ki evdən sonra can gedək. Maden tapaqla gedək. Maden tapanda sizi dostlar indi maden tapdıq. Gəldik. Heç nə yoxdur burada. Bura maden öldü da. Maden öldü bura. Biraz yemek topluyor. Dostlar deməli öldük. Ben burada anadan oldu. İndi biraz yemek toplayaq ki acanda yemek yiyək. Dostlar arkamın evdə deməli bu tərəfdədir. Mənim evim də oradadır. Evimi balaca elədim çünki
taxtam çatmadı və burada da çox ağac yoxdur deyə evimi tam tikə bilmədim. Dostlar, indi mağaraya gedəcəyik. Gələn bölümdə isə istərsinizsə heyvan barınağı kimi bir yer qayıraq da. Məsələn, bura çiftlik kimi bir yer qayıraq, orada heyvan saxlayaq. Deməli dostlar, 8 dənə domuz əti, bir dənə inək əti, bir dənə də qoyun əti, 6 dənə qoyun əti yığmışıq. İndi gəlib bunları pişirək belə. Dostlar, videomuz bu kadar. Evimizi tikdik. Madene gələn bölümdə gedərik. Evimizin içi belədir. Çöl isə belədir. Arkada da dəniz var. Sağ olun. Gələn bölümdə görüşək.